Əzizlər, biz neçə gündür ki, söhbət edirik. Söhbətin mövzusu, qayəsi bu idi. İmam Hüseyin əleyhissalamın məktəbindən hər il olduğu kimi ki, biz bir dərsi, bir mövzunu danışarıq. Bu ilki mövzumuz İmam Hüseynin hərəkatında ilahi əxlaqın dirçəlişi yönündə idi. Yəni İmam Hüseyin əleyhissalamın büsbütün hədəfi, büsbütün nitqi, nidası, fədakarlığı bunun üçün idi ki, ilahi əxlaq dirçəlsin. İlahi əxlaq dirçəlsin. Və bunun üçün biz bəzi nöqtələrə toxunduq. İnsan nə zaman əxlaqlı olur? Sakit insan, əxlaqlı insan demək deyil. Hətta yaxşılıq edən insan belə əxlaqlı insan demək deyil. İnsan ilahi məcradan keçməyənə qədər o yaxşı insan sayılmır Allah yanında. Xayrul əbrar sayılmır Allah yanında. Nə qədər ki ilahi məcradan keçməyib, ilahi izzət və böyüklüyün, əzəmətin məcrasından keçməyib, onu təsdiqləməyib, onu mərifət eləməyib, bir insan səxavətlidir. Əgər ilahi məcradan keçməyibsə, səxavətli olmaq yaxşı işdir. Qərb və Yunan fəlsəfəsi bəzi işləri öz-özlüyündə deyir ki, yaxşı işdir. Məsələn, səxavətli olmaq, kömək eləmək, yetimin başına sığal çəkmək. Amma bizim ana kitabımız Qur'ana əsasən yaxşı iş fəqət təqva üzərindən görülən işdir. İnnəmā yətəqabbalullahə minəl muttəqin. Təqvalılardan qəbul edirəm deyə Allah Quranda buyurur. Yəni, nə qədər ki ilahi izzət və kibriya məcrasından keçməmisən, özünü kiçiltməmisən ilahi izzət və böyüklüyün qarşısında, bəndəlik libası geyməmisən, sənin nə yaxşı əməlin yaxşı əməldir, bu sənə elə gələr yaxşı iş görürsən. Nə əxlaqın əxlaqdır. Fəqət bütün yollar bəndəlikdən keçir. Bəndəliyin də yolu hardan keçir? Biz Qasirə xütbəsindən işarələr verdik keçən xütbələrdə ki, İmam Əli əleyhissalam buyurur: Elhamdülillahillezî lebisel izzete vel kibriya. Həmd olsun o Allaha ki, izzət və böyüklüyü özünə libas qərar verdi və bəndələrindən heç kəsə ona yaxınlaşmağa, ona müdaxilə eləməyə icazə vermədi. Hər kəs ki Allahla izzət və böyüklükdə yarışar, hər kəs ki özün Allahdan uzaq izzət və böyüklük etməyə çalışar, buyurur ki, Allah onun üçün lənət qərar verdi, öz rəhmətindən uzaqlaşdırdı onu. Odur, fəqət yol buradan keçir. Nə qədər ki bəndə deyilsən, bil ki, bütün yaxşılıqlar sənin üçün qapanıb. Ola bilər sənin üçün surəti yaxşı iş olsun, amma onun ruhu olmayacaq. Necə ki, yaradan Allahdır, insanın surətin, vücudun xəlq etdiyi kimi ona can verən, ruh verən Allahdır, eləcə də əməllərin ruhun verən Allahdır. Yetər ki, sən bəndəlik yolunu tut. Bir insan heykəl düzəltsin, ona can verə bilər, verə bilməz. Ona ruh verə bilər, verə bilməz. Nə qədər istəyir düzəltsin. Amma Allah insan surəti yaradır, xəlq edir insanı, ona şəkil verir və ona ruh verir, ona can verir. İnsanın əməlləri də bu cürdür. Əməlin ruhu bəndəlikdən keçir. Əgər bəndəlik yoxdursa, ilahi izzət və böyüklük qarşısında əməlin də ruhu yoxdur. Ruhsuz əməldir, cansız əməldir. Nə qədər elə cansız yaxşılıq sahibləri var, ruhsuzdur. Görürsən, riya çıxır işin içindən. Özünü göstərmək, özünü reklam etmək, özünü böyük göstərmək üçün yaxşılıq edirmiş kimi bu cildə girir.
Fəqət yaxşılıq bəndəlikdən keçir. İmam Hüseyin əleyhissalamın Kərbəlada nidası budur. Allahın izzət və böyüklüyün təsdiq etməkdən, özünü Allah qarşısında kiçiltməkdən keçir bu. Elə ki, bəndə Allahın izzətin dərk eləyir, onun qarşısında kiçilir. وَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا. Allah Quranda buyurur, bilin ki, bütün izzət Allaha məxsusdur. O zaman Allah bəndəsinə izzət verir, böyüklük libası geyindirir, bəndə o izzət sahibinin qarşısında özün kiçildir. Öz qulluğun, bəndəliyin dərk eləyir, izhar eləyir. O zaman Allah o bəndəyə izzət libası geyindirər. O da Allah Quranda buyurur, izzət yalnız Allaha və onun peyğəmbərinə və möminlərə məxsusdur. Biz baxırıq Əhl-i Beyt əleyhissalamın kəlamlarına, bəndəlik edən insanın özünü qeyri-bəndəlik edənlər qarşısında kiçiltməsinə icazə verilmir. Baxın, biz kiçilməkdən danışırıq. Elə insan hər yerdə, hər kəsin qarşısında kiçilməlidir. Xeyr, fəqət izzət və böyüklük sahibi olan Allah qarşısında kiçilməlidir. İmam Sadiq əleyhissalam buyurur, İnnəllâhə fəvvədə iləl-mu'min umurəhu kulliha. Buyurur, Allah müminin bütün işlərində ixtiyar sahibi verib. Onun üçün ixtiyar verib, bütün işlərində ixtiyar verib. وَلَمْ يُفَبِّدْ إِلَيْهِ أَنْ يُذِلَّ نَفْسَهِ. Fəqət bir şeyə Allah icazə verməyib, ixtiyar verməyib möminə. O da nədir? Özünü zəlil edə başqalarının qarşısında. Özünü bəndə olmayanların qarşısında kiçildə. Baxın, kiçilmək həmişə yaxşıdır, xeyr. Fəqət Allahın huzurunda kiçilmək yaxşıdır. Baş əymək həmişə yaxşıdır, xeyr. Fəqət Allahın qarşısında baş əymək, rükû etmək, səcdə etmək lazımdır. Biz ki, danışırıq, insan gərək izzətdə Allaha şərik qoşmaya, bu o deməkdir ki, Allahdan uzaqlaşıb, saxta dünya şöhrəti ilə özünə böyüklük qazanmağa çalışmaya, pulu ilə, malı ilə, sərvəti ilə, niyyəti Allah olmadan özünü reklam edə, özünü böyük tutmağa çalışa. Firon kimi. Firon nə qədər insanı dolandırırdı, nə qədər onun mətbəxində insanlar qidalanırdı. Deyirdi, mən sizin Rəbbiz həmsin ruzi mən verirəm. Ruzi verirdi, insanların qidasın, təamın verirdi, yaxşı iş görürdü. Belə baxanda biz deyərik ki, yaxşı iş görürdü də, acıları doyuzdururdu. Amma əgər bu Allah yanında yaxşı iş olsaydı, Allah öz ulul əzm peyğəmbərin göndərməzdi. İzhəb ilə Firavuna innehu tağa. Get Firavunun üstünə. O hədsiz tüğyan eləyir. Get onu başa salmırsa, o hədsiz tüğyan eləyir. Bəndəlik libası yox idi çünki. Özün qüdrət sahibi bilirdi, özün böyük bilirdi, özün müstəqil izzət sahibi bilirdi. Allah odur ki, demir izzətli olma. Özünü izzətli bil, amma izzətin kimdən olduğunu da bil. Bütün izzət Allahdandır, Allaha məxsusdur. Bəndəlik etmək nə deməkdir? Bəndəlik etmək o deməkdir ki, insan həyatında Allahı önəmsəsin, əhəmiyyət versin insan dünya işlərində Allaha. Dünya əhli ilə ilahi yolda bəndəlik edənlərin fərqi nədədir? Fərqi fəqət bundadır. Dünya əhli Allahı tanıyır, təsdiqləyir də Allah var. Amma önəmsəmir.
əhəmiyyət vermir Allah. Öz işimi özüm görərəm. Özün müstəqil bilir, öz qüdrətin, öz fikirlərin, öz hədəflərin, öz istəklərin əsas bilir, müstəqil bilir. Amma Allaha bəndə olanlar necə eləyir? Bir işə başlayanda inşallah falan işi görərəm. Yəni Allah izin versə, Allah istəsə, bir müvəffəqiyyətə çatsa nə deyər? Maşallah. Allah bunu nəsib elədi mənə. Allah istədi, belə oldu. Yəni müvəffəqiyyəti Allahdan bilər. Öz istəklərinin, hədəflərinin həyata keçməsində şərt qoyar. İnşallah. Əgər Allah istəsə bu olacaq. Allahı bütün işlərinə hakim qərar verir. Bəndəlik budur. Deyə bilərsiniz, 6 gecə danışırsan, neyniyək biz? Bir kəlmə, Allahı işlərində hakim qərar ver. Hökm sahibi qərar ver. Qüdrət sahibi qərar ver. Bir iş görmək istəyirsən, deyən Allah istəyirsə eləyərəm. Əgər bir müvəffəqiyyət üz gətiribsə sənə, deyən ki, Allahdandır. Allah bunu mənə nəsib elədi. Bəs həyatın keşməkeşi, sıxıntısı, qorxuları üz gətirsə necə? İmam Sadiq əleyhissalam buyurur, 4 şəxsin halı təəccüblidir. O şəxs ki, bəndədir. Bəndəlik libası geydiyini iddia eləyir. Allaha bəndəliyini iddia eləyir. Amma 4 şeyi onun təəccüblidir. Nə təəccüblidir? O bəndəyə qorxu üz verib. Bir qorxu var içində. Nədənsə qorxur, hansısa təhlükədən qorxur, nəyinsə baş verə biləcəyindən qorxur. Amma deyir, bu sözü demir, Həsbunallah, ni'məl vəkil və ni'məl mavla və ni'məl nəsir. Qorxan bəndənin Allah mənə kifayətdir, o necə gözəl vəkildir, o necə gözəl yardımcıdır deməməsi deyir, təəccüblidir. Yəni, əgər sənə qorxu üz gətirib, təhlükə üz gətirib, yəni, həsbiyallah və ni'məl vəkil. Allah mənə kifayətdir. Yəni, məni qoruya bilər Allah bu təhlükədən. Ehtimal verdiyim, qəlbimə dolan o qorxudan Allah məni qoruya bilər. Bu bir. İkincisi buyurur, bir kəsə qəm, qüssə üz verib, qəm, qüssə içindədir. Amma təəccüblidir, bu bəndə demir, La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin. İlahi, səndən başqa ilah yoxdur, məbud yoxdur, sən paksan, münezzəhsən və mən özünə zülm edənlərdənəm. Qəm üz verəndə belədir, bu Yunisiyyə zikri adı ilə məşhurdur Quran-ı Kərimdə, Ənbiya surəsində qeyd olunur. Həzrəti Yunus əleyhissalam ki, balinanın qarnına, o balina udur onu, dənizə atırlar, balina udur onu, deyir o zülmətlər içində, fənada fi zulümat, zülmətlər içində nida elədi Həzrəti Yunus. Bu kəlməni dedi, La ilahə illa ənt, ilahi səndən başqa məbud yoxdur. Yəni, məni buradan kim xilas eləyə bilər? Bu qəmdən, bu qüssədən kim qurtara bilər məni? La ilahə illa ənt, subhanəkə, inni kuntu minəz-zalimin. İlahi, bütün qəmin, qüssənin səbəbi özüməm, amma sən də pak və münezzəhsən, səndən başqa məbud yoxdur. Qəmi aradan apara bilən qüdrət sənsən, izzət sahibi sənsən. Bu iki. Üçüncüsü buyurur, təəccüblüdür o şəxs hiyliyə məruz qalıb. Onun haqqında hiylə kələk işlədiblər. Amma o bu zikri demir, Ufəvvidu əmri iləllah, İnnəlləhə bəsirun bil ibad. Öz işlərimi Allaha tapşırdım. Biri sənə kələk gəlib, səni aldadıb, hiyliyə məruz qalıbsan, bunun deyir ki, bu zikirdir, Ufəvvidu əmri iləllah, Allaha tapşırdım öz işlərimi. İnnəlləhə bəsirun bil ibad, Allah bəndələrin görəndir. O görür mənim haqqımda olanları, baş verənləri, hiləni, yalanı, iftiranı. Bu üç.
Dördüncü də deyir, əgər dünya və onun zinətini istəyirsən, Allahı qoyub hara qaçırsan, məgər yer-göy onun xəzinəsi deyil. Deyir, əgər dünya və onun zinətini istəyirsən, bu zikri demirsən təəccüblidir. Maşallah, la quvvətə illa billah. Nə var? Allah verir, ondan başqa güc, qüvvət sahibi yoxdur. Bəndəlik yolunda insan, İmam Sadiq Aleyhisselam buyurur, bu dörd xüsusiyyət ki, bu dörd hal ki onun başına gələ bilər, gərək neynəsin? Bu dörd halda Allaha tərəf üst tutsun, Allaha sığınsın, fəqət Allahdan kömək istəsin. İnsan nə qədər çarəsiz qala bilər? Kərbəlanı xüsusi dəyərli eləyən minlərlə səbəb var. Biri də bilirsiniz hansı səbəbdir? Çarəsizlik halında olan insanların rəftarı. Çarəsizdilər, əlləri bütün köməklərdən üzülüb. Amma necə rəftar edirlər, necə danışırlar? Bu Kərbəlanı üstün eləyən xüsusi səbəblərdən biridir. Ən başlıca səbəblərdən biridir. Bu qədər müsibət üz verir, bu qədər qəm üz verir. Kərbəlada neçə dənə qadına ağır müsibət üz verdi, onun da biri Rübabdır. İmam Hüseyin Əleyhisselamın həyat yoldaşıdır. Yazırlar, 2 övladı var, Səkinə və Əli Əsxər. Çox izzətli xanımdır. Çox təqvalı qadındır, səbirli qadındır. İmamdan sonra 1 il yaşadı yazırlar. Amma o bir ili necə yaşadı? Heç vaxtı deyir, kölgədə dayanmazdı. Deyərdi, Hüseyni qızmar günün altında qətl etdilər. Həya eləyərdi kölgədə dayanmaqdan. Deyərdilər, gəl istidir, gəl keç kölgədə dayan, deyərdi, yox. Həyasından dayanmazdı. Bütün sözləri İmam Hüseynindən idi. Hey, danışardı, sözləri İmam Hüseynin sözləri idi. Ondan danışardı ancaq. Ondan bir mətin, bir şeir nəql olunub, məzmunu belədir. İmam Hüseyin barəsində deyir, o nur ki insanlar onun vasitəsilə yol tapırdı, İmam Hüseynin nur adlandırır. O nur ki insanlar onun vasitəsilə yolu tapırdı. O nur Kərbəlada şəhid oldu, amma başsız bədəni dəfn olunmadı, deyirdi, ağlayırdı. Rübab Kərbəladan ayrılanda, əsir düşəndə İmam Hüseynin başsız bədəni qumlar üstündə qalmışdı, dəfn olunmamışdı. Amma deyir, heç vaxt şikayət etməzdi halından. O Kərbəlanın acı səhnəsində də səsini çıxartmadı Rübab. Yazırlar, İmam Hüseyin Əleyhisselam tək qalıb, bütün səhabələr şəhid olub. Hər kəs şəhid olub, heç kəs yoxdur artıq. Nida elədi İmam. Əla min nasirin yansuruna. Varmı bir kömək edən, köməkçi bizə kömək etsin? Yoxmu bizə kömək edəcək bir köməkçi? Əla Rəbbin yəzubbu ən hərəm-i Rasulillah. İmam nida eləyir, tək qalıb. Bu son ləhzələrdir. Yoxmu Allah Rəsulunun ailəsin, hərəmin qoruyan, müdafiə edəcək bir müdafiəçi? Əla min müvəhhidin yəxafullahə fina. Yoxmu bir tövhid əhli? İmam hara işarə eləyir? Yoxmu bir müvəhhid,
bizim barəmizdə Allahdan qorxan bir tövhid əhli yoxmu? Əla min muğithin yərcullaha bi iğasətina. Yoxmu bizə kömək etməklə Allahın savabını uman bir şəxs ki, bizə kömək etsin? Bir imam bu nidaları etdikdə çadırlardan qadın və uşaqların fəryadı ucaldı. Bu səsi eşidən qadınlar ağlamağa başladılar, deyir. Uşaqlar da nalə çəkdi. Bir ağlayan uşaqların içərisində İmam Əli Əsğərin səsini eşitdi. Yaxınlaşdı çadırlara tərəf, qadınları sakitləşdirdi, xanım Zeynəbi səbrə dəvət elədi, bəzi nəsihətlərin verdi, uşaqları da sakitləşdirdi. Amma bir uşağı xüsusi istədi. Nabilini əl-vələdə səğirə həttə əvəddəə. Buyurdu, mənim o körpəmi, 6 aylığımı mənə gətirin, Əli Əsğərimi mənə gətirin, mənə verin ki, onunla vidalaşım. Xüsusi vidalaşmaq istəyirdi 6 aylıq körpəsi ilə. Xüsusi bir əlaməti var. İmam Sadiq əleyhissalam buyurur, hər vaxt müşkülə düşdün, deyən, ilahi bidəmil məzlum, səni and verirəm məzlumun axıdılan qanına. Soruşdular, kimdir o məzlum? İmam buyurdu, Əli Əsğər. Ən məzlum şəxs Əli Əsğərdir. Çünki nə qüdrəti var, nə ağlı kəsir, nə bir rol oynayır, heç nəsiz zülm olunub ona. Ən məzlum, ən məsum şəxs Əli Əsğərdir. Bir körpəsini istədi imam, aldı qucağına, öpdü, qoxuladı. 6 aylıq körpədən nə qoxusu gələr? Cənnət qoxusu. Bir amma sonra baxdı uşağa, baxdı qoşuna, qaldırdı körpəsin yuxarı, qoşuna tərəf üzün tutdu, nida elədi, ey qövm, əgər mənə rəhm etmirsiniz, heç olmaya bu körpəyə rəhm edin. Fərhamu həvət tifl. Bu körpəyə rəhm edin, heç olmaya. Bu qədər mi qansız, mərhəmətsiz söz? Ondan sonra buyurdu, Əla tərəvnəhu keyfə yətələzzə ətəşə. Məgər görmürsünüz, o necə susuzluqdan yanır? Məgər görmürsünüz, o necə susuzluqdan yanır? Bu zaman hərmələ 3 qanadlı oxun yayına qoydu. Ox körpənin boğazını dəldi. Hüseynin qollarında. Yazırlar, ox körpənin boğazına batanda, körpənin qanı axanda güldü. Əli Əsğər təbəssüm elədi o bir anda. Görəsən niyə? Ariflər deyirlər, elə bildi ki, su verdilər ona. Elə bildi, su verdilər ona. Amma öz qanı idi, boğazına keçirdi. Bir imam baxır boğazında ox körpəsinə, qanı axır körpənin. Götürdü qanı ovcuna, atdı səmaya tərəf. Dedi, Allahümmə in həbəstə ənnən nasir, ənnən nəsr. İlahi, əgər qələbəni bizdən saxlamısansa, fəcəl zəlikə limə huvə xayr. Onu bizim üçün daha xeyirli qərar ver, xeyirli bir işə çevir. Əgər burada biz qələbə çalmayacaqsa, onda bizim üçün daha bir xeyirli iş nəsib elə. وَانْتَقِمْ لَنَا مِنْ هَؤُلَاءِ الظَّالِمِينَ. İlahi,
Bu zalimlardan bizim intiqamımızı al. Bu qucağında körpəsi oxlanan çarəsiz atanın fəryadıdır. İlahi sən al bunun intiqamını. Bir ondan sonra üzün tutdu səmaya. Dedi, həvvənə aleyyə ma nəzələ bi ənəhu bi əynillah. Bu müsibəti mənə yüngülləşdirən Allahın gözü qarşısında baş verməsidir. Buna görə mənə ağır gəlmir, bilirəm Rəbbim görür bunları. Hüseyin şəhid olan körpəsin sıxdı sinəsinə. Deyir, gedir çadırlara tərəf, çağırdı çadırlardan xanımları. Anasını çağırdı, rubab deyir çıxdı, aldı o körpəni, qanla dolan boğazı, aldı qucağına. Baxdı ama deyir Hüseynə, utandı ağlamağa, Hüseyndən utandı. Amma bu naləni etdi. Va vələda, va qillətə nasira, vay balam, vay köməksizliyim.